Göstərib işdə 5 illik planı, sarsıdıb yıxdı kökündən cahanın işçilər, ölkəmizin işçiləri. Çünki var bizdə mətanət kəsiri. Böyük işlərdə irəliyərkən biz hərrənir daxili düşmənlərimiz. Biz açar ikən özümüzə doğru yollar, sürünür arxada sağlar, sollar. Biz Dneprdə yaparkən şadlıq dalğalardan dağa sərpildi işıq. Elə ki keçdi işə Selmaş zavodu, sardı sağ cəhvəni, heyrət, qorxu. Biz kəsərkən Arazın qarşısın, qabur arxı, pambığın ən yaxşısın, coşar ikən verdi bizə. Qoca kür möcüzə göstərdi bizə. Səsi gəldikcə çıraqban Zahisin, məncə məqsədi var hər bəhsin. O qədər çoxdur ki, böyük işlərimiz, onu nəql etmək, şeirim aciz. Bu zaman bizlərə ancaq ən kiçik şeydə böyük şey aramaq, ən kiçik şeydə böyük şey aramaq. Azərbaycan şairi, repressiya qurbanı Mikail Müşfiq, Allah rəhmət eləsin.